Baxırıq mətninizin izahına. Duz mətni. Seymur geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zəmbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Deməli, bir də həmin abzası yadınıza saxlayın. İmtahanda hər abzası 2 dəfə oxuyursunuz. 2 dəfə. Seymur geyinib qapının ağzında dayanıb harasa gedir. Anası balaca qara çamadanı və içi dolu həsir zəmbili gətirib onun qarşısına qoyur. Zəmbil gətirir. Oğlan şeylərə tərəf baxmadı. Bu qədər də hörmətsizlik olmaz. Hə. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini nimdaş jaketinin cibinə saldı. Nimdaş köhnə demək. Firuzə oğlunun fikrini anlayıb, yəni baxmama səbəbini anlayır və gülümsüyür, əlini nimdaş jaketinin cibinə saldı. Al, hələlik bunu xərclə. Deməli, bu Seymur bunun sağlayırmış ki, pul verməklər də buna. Bu da başa düşür, pul çıxarır ki, al hələlik bunu xərclə. Seymur səliqə ilə bükülmüş 3 dənə qırmızı onluğu görüb, qaşqabağını tökdü. Deyəcəyin vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Maşın küçədə səni gözləyir. Seymur qırmızı onluqları ovucunda sıxıb yumruladı. 30 manatla hara gedim? Bilsəydim belə olacaq, heç qış tətilinə gəlməzdim. Bizim də gücümüz buna çatır, bala. Elə bilirsiniz, şəhərdə tələbə olmaq, insanlarla ayaqlaşmaq asandır. Niyə kimsədən əskik olmalıyam? Bəyənmir hələ. Küçədəki maşının siqnal səsi eşidildi. Ana stolun üstündəki əzik pulları götürüb Seymura uzatdı. Abala, dəlilik eləmə, axı təqaüddə alırsan. Aldığım ayın başına çatmır. Elə bilirsiniz, yeməkdən savayı xərclərim yoxdur. Biz də yalnız atanın kolxozdan aldığı maaşla dolanır. Bala, axı səndən başqa evdə 2 bacın da var. Biraz qənaətlə xərclə, israfçılıq eləmə. Firuzə əzilib yumrulanmış pulu Seymurun paltosunun yan cibinə saldı. Oğlan qapını itələyib çıxdı. Maşına minən Seymur gözlərini şüşə təmizləyənə dikib fikirləşirdi. Verdikləri 30 manatı Bakıya çatan kimi postla geri göndərəcək. Maşın palçıqlı dikik güclə çıxdı. Üzbəyiz gələn bir kişi əl qaldırdı. Sonra dərəni göstərib nəsə qışqırdı. Sürücü maşını saxladı. Qapını açıb aşağıya baxdı. Seymur, deyəsən anandır, dalımızca yürür. Arvad maşının arxasında gəlir. Görəsən nə olub deyə Seymur maşından düşdü. Qara şala bürünüb çətinliklə dikə dırmanan anasını gördü. Sağ əlini tez-tez başının üstünə qaldırıb yerləyirdi. Oğlan ayaqlarını ehmalca qoya-qoya özünü maşına salıb düşündü. Yəqin pulu gətirir. Karın könlündəki. 30 manat verib hələ qane olunur, başqa pul da gətirəcək. Firuzə oğlu tərəfdəki açıq dal qapıya özünü güclə yetirdi. Seymur anasının gözlərinə baxdı. Nə olub? Arvad ovucunda tutduğu bükülü kağızı Seymura uzatdı. Sənə zəmbildə soyutma toyuq yumurta qoymuşam. Duz yadımdan çıxmışdı. Elə qoy, islanmasın. Oğlan əlindəki kağız bükülüsünü yerə atdı. Sonra maşının qapısını çəkib örtdü. Maşın tərpəndi. Təkərlərdən qopan palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü. Bu da bizim mətnimiz. Deyir ki, üzərində rəqəm yazılmış sözlərdən biri cümlədə kontekstdəki mənasına uyğun işlənibdir. Baxaq, bir xərclə, bir də deyir ki, zamanı boş yerə xərcləmək. Pulu xərcləməklə zamanı xərcləmək eyni şey deyil, bir olmaz. 2-yə baxıram. Küçədəki maşının siqnal səsi eşidildi. Məktəbimiz yeni şagirdləri gözləyir. Bir dəqiqə. Küçədəki maşının siqnal səsi eşidildi. Üzrü saniyə, 2 yazanam, mən bu niyə baxıram? 2, hə. Maşın küçədə səni gözləyir. Mən bu gətirib 2 yazdan buna baxıram. Üzərində rəqəm yazmışsınızı baxmalıyım. Maşın küçədə səni gözləyir. Baxıram. Məktəbimiz yeni şagird. Maşın gözləyir, məktəbimiz gözləyir. Gələn kimsə gözləyir. Bəli, düz fikirdir. Cavab elə 2-dir. Mətndəki mənasını işlədir. 3-ə baxaq. Torpağın məhsuldarlıq gücü azalmışdır. 3-də nə deyir? 3. Bizim də gücümüz buna çatır. Burada bizim gücümüz, yəni imkan mənasındadır. İmkanımız buna çatır. Burada da torpağın verimliliyindən danışır. Məhsuldarlıq gücü, verimlilik. Deməli, səhv fikirdir. 4-ə baxıram. Bir kağız yazıb, aparıb poçta saldım. 4.
Deyir, bükülü kağızı Seymura uzatdı. Burada bir kağız yazıb, məktub anlamındadır. Burada da bükülü kağızı Seymura uzatdı. Bu isə, yəni duzu bükdüyü kağız anlamındadır. Biri məktub anlamındadır. Kağız yazıb poçta saldı. Biri də isə adi kağız anlamındadır. Fərqli mənada. Sonra 5. Ana övladının yolunda can qoyurdu. Yumurta qoymuşam. Burada yumurta qoymuşam deyir. Soyutma toyuq yumurta qoymuşam. Vermək mənasında soyutma toyuq yumurta verirəm sənə. Bu anlamda. Yəni yerləşdirmək, qoymuşam, yerləşdirmişəm. Gəlin 5-də baxaq. Can qoyurdu, can yerləşdirirdi olmaz. Axı can qoymaq fraza birləşmə. Deməli doğru cavab olur 1-də B variantı. 2-yə baxırıq. Mətndə çərçivəyə alınmış ifadənin qarşılığı kimi götürülə bilməz. Çərçivəyə alınmış ifadənin qarşılığı kimi götürülə bilməz. Qaşqabağını tökdü. Qaşqabağını tökdü. Burnunu salladı. Dodağını salladı. Dodağı yerlə getdi. Qaşqabağını turşutdu. Acıq vermək, bəli, budur, acıq vermək. C variantı. Yəni, acıq vermək başqa anlamdadır. Kimsə yandırıb yaxşılama acıq verirsən. Mətnin nəticə hissəsi əsasında müəyyən etmək olar. Mətnin nəticə hissəsi əsasında nə deyə bilərik? Seymurun xarakterindəki müsbət deyil də, anasının əlindəki arvad yazıb duz gətirib əvəz. Alır onu da atır yerə. Bu cür düşüncənin qiymətini verə bilmir. Mətndəki problemin həllini tapır. Həllini tapmır axı. Problem nə idi? Seymurun belə bədxərcliyi. Ananın səbrinin tükəndiyini görə bilmirik biz. Mətndəki hər üç obrazın təəssüratını sonda görmürük ki, ananın təəssüratı nə olur, Seymur nə olur sonda, nəyi düşünür. Seymurun səhvini başa düşmədiyini görürük ki, hələ alır bir duzu da yerə atır. Deməli, doğru cavab A. Seymur pul istəyirdi. Yəni, sonra hirslənib maşınla gedir, ən azından yolda səhv başa düşəcək, gələk bunu eləməzdi. Hələ bir anası arxasıca gəlir, duzu da alıb atır yerə. Deməli, cavab A. Sonra 4. Nömrələnmiş cümlələrdə hansı mətn üslubunun səciyyəvi xüsusiyyətinə malikdir? Sağ əlini tez-tez başının üstünə qaldırıb yelləyirdi. Burada heç bir məcazilik yoxdur, ona görə bunu çıxdıq. Təkərlərdən qopan palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü. Palçıq örtdü, burada da bir məcazilik yoxdur. 3. Qapını açıb aşağıya baxdı, məcazilik yoxdur. 2. Küçədəki maşının siqnal səsi eşidildi, yoxdur məcazilik. 1. Deyəcək vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Sözün pərən-pərən düşməsi, sözün beyində dağılması, zəncir halqaları kimi görürsünüz, obrazlılıq var. Obrazlılıq olduğuna görə doğru cavab olur 1. 5. Mətnə əsasən belə qənaətə gəlmək olar. Deməli, mətndə əsrimizin hadisələrindən bəhs olunur. Bu qənaətə gəlmir. Yox. Seymurun bacıları tələbədir, bilmirik. Deyir, səndən başqa 2 bacım var, amma nə olduğunu bilmirik. Şagirddirmi, tələbədirmi? Seymurun qış tətili məmnuniyyətcə olmamışdır. Qış tətili yox, indi məmnuniyyətcə deyil. Biz bilmirik ya, Seymur qış tətilini necə keçirib. Sadəcə orada deyir ki, bilsəydim qış tətilinə heç gəlməzdim. Mənə indi az pul verirsiniz də mənə. Əslində ailənin maddi vəziyyəti yaxşıdır. Belə bir şey yoxdur. Ailənin maddi vəziyyəti pis idi. Deməli, D səhvdir. Ailədə yalnız bir nəfər işləyir. Bəli, deyir, yalnız atan işləyir. Deməli, cavab olur Y variantı. Sonra mətnə istinad etməklə əslində Seymur bərdxərclik edirdi hökmünü əsaslandıran. Seymurun bərdxərclik etdiyini hardan görə bilərik? Baxın, sizin üçün bura bir nümunə yazıram və gəlin bunu da oxuyaq. Seymur şəhərdə insanlarla ayaqlaşmaq, heç kimdən əski olmamaq istədiyini deyir. Bu, Seymurun mənəvi dünyasının kiçilməyə, daralmağa məruz qaldığını göstərir. Yəni, nə anlamda? Anası kimi imkanı yaxşı deyil, atası kimi. Bu kişi şəhərdə varlılarla, yəni imkanı onlarla ayaqlaşmaq istəyir. Ailənin çətinlik içində yaşamasına baxmayaraq, o vacib ehtiyaclarını deyil, nöqsanlı meyillərini dilə gətirir. Yəni, şəhər təkcə deyil, mənim yeməyə pulum çıxdı da, başqa şeydir, başqa xərclərim də var. Sənin nə xərcin olsun? Tələbəsin, git tələbəliyini elə. Bu onu göstərir ki, Seymur şöhrət naminə pul xərcləyir. Bəli, cəmaatdan əksik olmamaq üçün pul xərcləyir. Gəlin baxalım. Mətnə əsasən cədvəli tamamlayın. Ana, obraza məxsus xüsusiyyət. Oğul, obraza məxsus xüsusiyyət. Anaya aid nə deyə bilərsiniz? Adətən söz birləşmələri deyilir xüsusiyyət olanda. Məsələn, mən deyərəm anaya aid. Qayğıkeş idi, sevgi doluydu.
mehribandır, mülayimdir, səbirlidir və s. Bəs oğula aid nə deyə bilərik? Başı batmışa aid. Nə deyə bilərik? Anaya qarşı necə davranır? Kobud davranır, kobudluq edir, kobuddur, əsəbidir, egoistdir, yəni yalnız özünü düşünür. Yalnız özünü sevir, qədri bilməzdir. Bəli. Sonra, hansı atalar sözü Rom işarəsi qoymuş hissədəki fikri qüvvətləndirir? Hansı atalar sözündən Rom işarəsi qoymuş hissədəki fikri qüvvətləndirmək olar və fikrimizi əsaslandıraq. Rom işarəsinə baxırıq. Biraz qənaət və xərcə, israfçılıq eləmə. Biz də yalnız atanın kolxozda aldığı maaşla dolanırıq. Bala, axı səndən başqa evdə 2 bacın da var. Biraz qənaətlə xərclə. Bunu nə ilə əsaslandıra bilirik? Hansı fikirlərlə əsaslandırmaq olar? Baxırıq. Sayılı gün, sayılı pul ötər, tez bitər. Ayağını yorğun, bəli, az xərclə, yəni ayağını yorğanına görə uzat. Bunu seçirik. Savaşanda barışığa, üst saxla, varlığında yoxsulluğa, var saxla, cənsiyətdə qocalığa, güc saxla. Belə bir şey yoxdur. Yəni, bu mətnin məzmununu ifadə eləmir. Həmin hissəni qüvvətləndirmir. Rom hissəsini qüvvətləndirən 2-dir. Rombu qüvvətləndirən lazımdır bizə. 2. Necə əsaslandırırıq? Necə əsaslandıra bilərik? Deyərik ki, baxın. Çünki həmin hissədə məhz israfçılıq etməmək, qənaətlə pul xərcləməkdən bəhs olunur. Atalar sözü də gəlirinə uyğun xərcləmək, israfçılıq etməmək mənasındadır. Bu da bizim əsaslandırmamız. 9-cu sual. Altından xətt çəkilmiş cümləni mətnin deməli, üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun təkmilləşdirib yenidən yazın. Altından xətt çəkilmiş cümləmiz hansıdır? Seymur anasının gözlərinə baxdı. Bunu necə siz obrazlaşdıra bilərsiniz? Necə yaza bilərsiniz? Deyirəm ki, baxın, belə də yaza bilərik. Seymur anasının dərin bir kədərə qərq olan, pərişan, təlaşlı, əzablı gözlərinə baxdı. Seymur, yaza bilərsiniz ki, valideynlər, deməli, övladından üçün canını oda yaxan ananın dərin bir kədərə qərq olan, pərişan, təlaşlı, əzablı gözlərinə baxdı. Bunu yaza bilərsiniz. 10. Mətnin adının mətndəki əsas fikirlə əlaqəsini izah edin. Mətnin adı duzdur. Mətndəki əsas fikirlə əlaqəsi nə ola bilər? Mənim bir neçə fikrim var. Məsələn, yaza bilərik ki, belə. Mətnin sonunda ananın oğluna duz gətirməsi onun övladına sonsuz qayğı keçdiyindən, hər bir ehtiyacını düşünməsindən xəbər verir. Ana onun bütün istəklərini yerinə yetirə bilməsə də, əlindəki duzu ona çatdırmaq, kiçik də olsa onun ehtiyaclarını nəyisə qarşılamaq üçün son dəfə cəhd edir. Ancaq bu cəhdi belə oğul tərəfindən amansız sərtliklə, kobudluqla qarşılanır. Mətndəki problemin pik nöqtəsi bu hadisə olduğundan mətn məhz duz adlandırılmışdır. Yəni, belə də deyə bilərik ki, Seymur, deməli, ananın əlindən alıb yerə atdığı duz ki var idi, palçıq olur ha, duzun üstünü necə örtmüşdüsə, deyə bilərik, palçıq duzun üstünü necə örtmüşdüsə, Seymurun da acgözlük, şöhrətpərəstlik qəlbini o palçıq kimi örtmüşdü, örtbasdır eləmişdi. Belə şeylər deyə bilərsiniz. Bu qədər.